Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birini salamlayıram. Gününüz xeyirli olsun inşallah. İstərdim bugün bir mövzu ətrafında danışam ki, tarix boyu alimlərin, mütəfəkkirlərin, ədiblərin diqqət mərkəzində olmuşdur. Bu mövzu İslam dininin şərq mədəniyyət və ədəbiyyatına bəxş etdiyi töhfələr barəsindədir. Heç bir şək şübhə yoxdur ki, şərq mədəniyyət və ədəbiyyatı İslam dininin gəlişindən sonra əsaslı ilahi və insani motivlər əsasında yazılmağa başlamışdır. Yəni biz şərq ədəbiyyatını İslamdan əvvəl və İslamdan sonraki dönəmlərlə müqayisə etsək, bunun əyani olaraq şahidi olarıq ki, İslamdan sonra gələn mədəniyyət və ədəbiyyat ilahi və insani çalarlarla doludur, zəngindir. Heç şübhəsiz xalqımızın ədəbiyyat və mədəniyyəti də İslam dinindən öz payını götürmüşdür. Yəni bizim mədəniyyət və ədəbiyyatımız İslam məarifi ilə, İslam təlimləri ilə, Həzrət Peyğəmbər və onun pak əhl-i beytinin göstərişi ilə olduqca zəngin bir ədəbiyyatdır. Hətta Azərbaycanda olan şəxs adları, insanlara qoyulan adlar belə bir çoxları İslam dininin gətirdiyi gözəl adlardır. Xalqımız ta qədimdən bəri öz gözəl övladlarına ad seçərkən bu İslami təlimləri hər zaman rəhbər tutmuşdular və öz övladlarına qürur hissi oyadan, gözəl, onun insani göstərişlərinə cavab verən adlar seçmişdir. Bugün çox qəribə hekayəsi olan adlardan biri barəsində danışmaq istəyirəm. Bu ad gözəllik, əzəmət, şücaət, mübarizə simvolu olan Əli adıdır. Əli adı Allahın və Allah Rəsulunun sevdiyi möminlərin əmiri və rəhbəri olan İmam Əli əleyhissalamın adı ilə bağlıdır. 11-ci əsrdə yaşamış görkəmli İslam alimi olan İbn Şəhr Aşub öz kitabında belə yazır. Adəm övladlarından Həzrət Əldən öncə Əli adı ilə heç bir şəxs adlanmamışdır. Əgər ərəblər öz övladlarına Əli deyə müraciət etsəydilər, Əlini bir şəxs adı olaraq yox, bir sifət adı olaraq işlədərdilər. Yəni, Əli adı yalnız Həzrət Əli əleyhissalama qoyulan ad olmuşdur. Bu adın tarixçəsi Allah evində dünyaya göz açmış Həzrəti Əli ibn Əbi Taliblə bağlıdır. Tarix boyu xalqımız Həzrət Əliyə öz məhəbbətini, öz sevgisini göstərmək üçün öz körpə balalarına, övladlarına Əli adını qoymuşdur. Fidan Afad qızı Qurbanov Azərbaycan şəxs adları kitabında belə yazır. Bu gündə Əli kişi adı bir sıra türk xalqlarının dilində Ali formasındadır. Dilimizdə Ali sözü mövcud olsa da şəxs adı olaraq həmişə Əli şəklində olmuşdur. Əminliklə demək olar ki, 7-ci əsrdən bəri Əli kişi adı dəbdən düşməmiş şəxs adlarındandır. Azərbaycan antronomikasında həm də tərkibində Əli adının iştirak etdiyi kifayət qədər mürəkkəb kişi adları mövcuddur. Qeyd etmək lazımdır ki, addan formalaşmış Əliyev, Əlizadə, Əlili soyadları da bugün Azərbaycanda kəmiyyət etibarı ilə ən öndə gedən soyadlar arasındadır. Əli şəxs adı ilə əlaqədar Azərbaycanda kifayət qədər toponimlər də mövcuddur. Əli kənd, Əli mədədli, Əli yanlı, Əli uşağı, Əli yoxuşu və s. Slavyanlarda Əli adı alik formasındadır. Bu gündə türk antroponomik vahidlər sistemində mövcud İslam dini ilə əlaqədar kişi adlarından olan daha dəqiq Həzrət Əlinin adı bütün şərqdə, müsəlman dünyasında olduğu kimi məişətimizə də çox geniş yayılmış kişi adlarındandır. Bəli əzizlər, Əli adı Azərbaycan tarixində olan şəxs adlarının içərisində ən geniş yayılmış adlardan biridir. Həvəskar təhqiqatçı olan Ümidvar Quliyev bu adın 200-dən çox mənasını, bu addan törəmiş adları siyahıya almışdır. Bunların kiçicik nümunəsini videonun axırında inşallah sizlərə təqdim edəcəyik. Bütün bunlar bu diyarların,
bu mədəniyyət, bu ədəbiyyatın Həzrəti Əli əleyhissalama bağlılığını ifadə edir. Amma Əli adı İmam Əli əleyhissalam kimi tarixin müxtəlif dönəmlərində çox amansız təqiblərə məruz qalmışdır. Cəmaləddin Yusif Mizzi Təhzibul Kəmal və Şəmsəddin Muhammed İbni Əhməd Əz-Zəhəbi özünün Siyərül Ələmün Nübələ kitabında belə yazır. Əməvilər Əli adını daşıyan yeni doğulmuş uşağın olduğunu eşidəndə onu öldürürdülər. Bəli əzizlər, bunlar görkəmli tarixçilərin öz kitablarında nəql etdiyi bir tarixi gerçəklikdir. Yeni doğulmuş uşağı ona görə öldürürdülər ki, onun yalnız və yalnız adı Əlidir. Bu proses o qədər davam etdi ki, insanlar ya öz adını Əli adından Uleyev adını olaraq dəyişirdilər və bir çox insanlar Əli adından utandığı üçün istəmirdilər cəmiyyətdə onlara Əli deyə müraciət olunsun. Hətta bəziləri öz valideynlərini belə təhqir edirdilər ki, nəyə görə onlara Əli adını qoymuşdular. Məsəl üçün, İbn Həcər Əsqəlani özünün Əli İbn Cəhəmin tərcümeyi halında belə yazır. O öz atasını lənətləyirdi ki, nəyə görə ona Əli adını qoymuşdur. Bütün bunlar, bütün bu proseslər müsəlman dünyasında baş verirdi. O müsəlman dünyası ki, Həzrəti Peyğəmbərdən minlərlə Həzrəti Əlinin fəzilət və üstünlüklərinə dəlalət edən, bildirən hədisləri eşitmişdilər. Bütün hədis kitabları, tarix kitabları, təfsir kitabları Əli əleyhissalamın fəzilətini, üstünlüyünü bildirən Peyğəmbərin mübarək sözləri ilə doludur. Lakin bir cəmiyyət o qədər təqiblərə, o qədər cəhalətə məruz qalmışdılar ki, Allah və onun Rəsulunun sevdiyi şəxs barəsində bu qədər, onun adı barəsində bu qədər bədgüman olmuşdular. 16-cı əsrin görkəmli alimlərindən olan, Şafii məzhəbinin böyüklərindən olan Şirveh İbn Şəhirdar özünün Firdovsul Əxbar kitabında xanım Ayşədən belə nəql edir ki, Peyğəmbər həmişə deyərdi: Zikru aliyin ibadətun. Əlini zikr etmək, əlinin üstünlük və fəzilətlərindən söz açmaq, əlinin məqamından danışmaq ibadətdir. Buna görə də xalqımız Peyğəmbərin bu mübarək sözünə ləbbeyk deyərək, qəbul edərək hər zaman Əli adını uca tutmuşdular. Görkəmli ədib və şairimiz Ustad Şəhriyar bu məqamda buyurur: Ya Əli, Ya Ali, namı to burdam, nə qəmi mondu, nə həmmi və əbi əntə və ummi. Güya hiç nə həmmi və diləm budə, nə qəmmi və əbi əntə və ummi. Münkər ایده قدیر خمو اون خطبه و تنزیل کر و کور است و عزازیل. با کر و کور چه اید و چه قدیری و چه خمی و ابی انت و امی.